gün sizə Allahın Rəsulu Həzrəti Muhammed Peyğəmbərin pişiyi Müəzza və ümumiyyətlə İslamda pişiklərə olan münasibət haqqında danışacağıq. Allahın Rəsulu Həzrəti Muhammed Peyğəmbər pişiyi Müəzzanı o qədər çox sevərmiş ki, Müəzzə bir gün kölgəlikdə oturan zaman Həzrəti Muhammedin paltarının ucunda yatıbmış. Peyğəmbərimiz Müəzzanı oyatdırmaqdansa paltarının ucunu ehmalca kəsərək qalxmağa üstünlük vermişdir. Lakin onu qeyd etmək istəyirəm ki, bu hədisə səhih olan mənbələrdə rast gəlinməmişdir və yaxud da rast gəlinən mənbələr zəif mənbələr sayılır. Müəzzanın suyu içdikdən sonra qabda qalan su ilə dəstəmaz alacaqkən səhabə kiram Əbu Nuaym, "Ya Rəsulallah, o sudan pişik içdi" deyincə, Rəsulallah onlar ən təmiz ağzı sahibdirlər deyə buyurmuş və dəstəmazını həmən su ilə almışdır. Peyğəmbərimizin pişiyi olan Müəzzə ağ-qara rəngli bir həbəş pişiyi idi. Ağzının içində, üst damağında ləkələrə sahibmiş. Tez-tez rast gəlinməyən damağında ləkə olan pişiklərin Müəzzanın soyundan gəldiyi deyilir. Müəzzə çox güman ki, küçək pişiyi idi və Məkkənin isti küçələrindən Həzrəti Muhammed Peyğəmbərin sayəsində xilas olmuşdur. Müəzzanın xatirinə pişiklər məscidə girə bilən tək heyvandır və pişiklər həqiqətən də ən təmiz heyvanlardır. Bəzi hədislərə görə İslam peyğəmbəri olan Muhammed Peyğəmbər pişiklərin təqib edilməsini və öldürülməsini qəti surətdə qadağan etmişdir. Hətta Muhammed Peyğəmbərin sahabələrindən biri olan Əbu Hüreyrə pişiklərə olan məhəbbətinə görə bu ləqəbi, yəni Hüreyrə, pişiklərin atası ləqəbini almışdır. Onun sözlərinə görə o Məhəmməddən pişiyə qarşı amansızlığına görə cəhənnəmə gedən dindar qadın haqqında əhvalat eşitmişdir. Qadın pişiyi kəndi ilə bağlanmış, pişik ölənə qədər ona yemək və su verməmişdir. Hətta bir rəvayətə görə Əbu Səid Əl-Xudrinin pişiyi Muhammed Peyğəmbəri ilandan xilas etmişdir. İslamda pişiklər təmizliyinə görə üstün tutulur. Onların ritual cəhətdən də təmiz olduğuna inanılır və onlar heç bir cadu və fal qəbul etmirlər. Hətta pişiklərin olduğu evə üç hərflilərin və digər gözə görünməz məxluqatın da daxil olmadığı bildirilir. Pişiklər yeganə heyvandır ki, Məscidül Hərama da daxil olmağa icazə vardır. Pişik namazda qabağınızdan keçdiyi vaxt narahat olmayın. Bunun namaz baxımından heç bir eybi yoxdur. Onun tükü də təmizdir. Ona görə də namaz qıldığınız yerə düşən tük, pişik tüklərinə görə narahat olmayın. Təbii ki, evdə saxlanan pişiyi də təmiz saxlamaq lazımdır. Onun ayağına bulaşdırdığı və üstünü və gətirdiyi nəcasəti təmizləmək lazımdır.